Cazda olan azadlıq mən hesab edirəm yəqin ki, heç bir başqa musiqidə yoxdur. Cazda musiqiçi bütün öz potensialını tam şəkildə cazda göstərə bilər. Burada həm ifaçılıq, burada həm bəstəkarlıq, onun üçün eyni zaman sən musiqiçi improvizə edirsə, bu avtomatik bəstəkardır. Eyni zamanda sırf bəstəkarlıqla da məşğul olmalı olar, hansı kompozisiyalar yazmaq, aranjman etmək, hansı caz standarta, caz musiqisinə yeni bir aranjman. Bir deyil, bir neçədir, amma ən əsasları təbii, yəni bir bas ifaçısı kimi Jaco Pastorius, John Patitucci, Pedersen, kontrabasçı, yəni çoxdur amma. Deyərdim, ən sevdiyim albomu deyə bilərəm, American Dreams. Elə həmin albomda da American Dreams kompozisiyası, Charlie Haydn'ın Michael Brecker-in albomu və kompozisiyalar American Dreams.